davamlı müalicələrdən yararlanmalıdırlar. Çox təəssüf ki, Aytən xanım, bir məqamı mən qeyd eləyəcəm. Bizim ətrafımızda da çoxdur belə xanımlar. Bəzən görürsən, deyirsən ki, məsələn, 35 yaşdan yuxarı hər bir xanım ildə bir dəfə bu kolposkopiya müayinəsindən keçməlidir. Yəni, bu protokol qaydası budur. Bəzən görürsən ki, 40 yaşında, 45 yaşında bir xanımdır və ona söyləyirsən ki, get vaxtında bir kolposkopiya müayinə. Bir güya olsa nə olacaq ki, nə dəyişəcək ki? Lap xəstəlik olsun, bilsəm lap pis olacaq. Axı biz bilsək bunu vaxtında qarşısını almaq mümkündür də. Bəli, biraz qorxu da onları qoymur müayinələrə gəlməyə. Mən gedərəm, pis cavab alaram qorxusu qoymur. İnandırım sizə, o qədər pasientlər, xanımlar gəlirlər ki, onlar müsbət cavabla gedir, illərlə stresindən yaşayıblar. Məsələn, adi eroziya şikayətindən illərlə stresindən yaşayan xanımlar var, eroziya deyilib və bunlarda eroziyada həmişə indiyə qədər, yəni xanımlar arasında biraz maarifləndirmə də bu istiqamətdə zəif olduğu üçün xanımlar düşünüblər ki, eroziyan var, xərçəng olacaq. Və gəlir, ağlaya-ağlaya gələn xanımlar var, eroziyan var, məndə onkoloji xərçəng varmı? Mən müayinəni eləyib qutarana qədər onlar bir neçə dəfə suallarla müraciət, doktor bir şey varmı? Həmişə ona görə müayinəni başlayan kimi xanımları bildirirəm ki, narahat olmayın, sizdə xərçəng yoxdur. Həm də o monitorda da görürlər onlar, düzdə tam anlamasalar da nə baş verir, o monitorda özləri də görürlər. Dərhal bildirirəm ki, onlar biraz o stresindən kənarlarsınlar ki, xərçəng yoxdur sizdə, sadəcə olaraq davam etmək lazımdır. Hətta keçən dəfə bir müayinəmdə olan xanım deyir ki, doktor,